Şəhərin ən səs-küylü küçələrindən birində hamının yanından keçib fərqinə varmadığı kiçik bir restoran var idi. Adısa sadəcə Sükut idi. Bu restoranın qapısı yalnız gecə saat 2:00-da açılar və sübh tezdən bağlanardı. Emin uzun illər peşəkar aşpaz kimi çalışsa da artıq bu işin ruhunu itirdiyini hiss edirdi. O hər gün eyni yeməkləri hazırlamaqdan, eyni müştəri şikayətlərini dinləməkdən yorulmuşdu. Bir gecə yağışlı bir axşamda Emin özünü bu qəribə restoranın qarşısında tapdı. Qapının üzərindəki köhnə metal zəng yavaşca cingildədi. İçəri girəndə onu kəskin bir darçın və köhnə kitab qoxusu qarşıladı. Restoranda cəmi 3 masa var idi və hamısı boş idi. Piştaxtanın arxasında ağ saçlı, gözləri dərin bir yaşlı kişi dayanırdı. "Xoş gəldin Emin," dedi yaşlı kişi. Sanki illərdir onu gözləyirmiş kimi. Bugün menyuda yalnız bir seçim var: yaddaş süzməsi. Emin təəccübləndi. "Mənim adımı hardan bilirsiniz?" deyə soruşdu. Cavab almadı. Yaşlı kişi ona bir boşqab uzatdı. Boşqabda heç bir yemək yox idi. Sadəcə buxarlanan bir ətir yüksəlirdi. Lakin Emin ilk tikəni dadırmış kimi edəndə beynində görüntülər canlanmağa başladı. O uşaqlığını gördü. Mətbəxdə anasının yanında ilk dəfə xəmir yoğurduğu o anı, onun havada uçuşan tozlarını və o vaxt hiss etdiyi o saf xoşbəxtliyi. Sonra gəncliyini, ilk uğurlarını və itirdiyi həvəsini gördü. "Bura adi bir restoran deyil," dedi qoca. "Bura insanların dadlardan qaçdığı deyil, dadlarda özünü tapdığı yerdir. Sən bişirdiyin yeməklərə artıq duz istiyot deyil, yorğunluğunu qatırsan. Müştərilərin sənin yeməklərini yeyəndə doymurlar. Sadəcə mədələrini doldururlar." Birdən qapı açıldı və içəri islanmış, əynində 90-cı illərin tərzində köhnə bir pencəkli olan gənc bir oğlan girdi. Əlində köhnə bir kaset playeri var idi. Oğlan heç kimə baxmadan küncdəki masaya əyləşdi. Qoca Eminə tərəf döndü. "İndi növbə sənindir. Bu gənc üçün elə bir şey hazırla ki, o getmək istədiyi yerdən geri dönsün. Əgər bacarsan, sən də öz ilhamını geri qazanacaqsan." Emin mətbəxə keçdi. Bu mətbəx bildiyi heç bir mətbəxə bənzəmirdi. Alətlər sanki canlı idi. O əllərinin titrəməsini dayandırdı və düşünməyə başladı. Gəncin əlindəki playerə, qulağındakı köhnə qulaqlıqlara baxdı. Emin ona sadə bir şorba deyil, bir ümid hazırlamağa qərar verdi. Emin yeməyi hazırlayarkən içindəki bütün o köhnə mahnıların ritmini, gəncliyinin üsyankar ruhunu və aşpazlığa olan ilk sevgisini xatırladı. Yeməyi masaya qoyanda gənc oğlan ilk qaşığı götürdü. O anda restoranın içində sanki uzaqdan bir gitara sədası eşidildi. Gəncin üzünə rəng gəldi. Gözlərindəki o qaranlıq ifadə yox oldu. O ayağa durdu. Eminə başı ilə təşəkkür etdi və qapıdan çıxıb yağışın içində yox oldu. Emin piştaxtaya baxanda qocanı da görmədi. Restoran birdən-birə boşaldı və işıqlar söndü. Səhər Emin öz yatağında oyandı. Hər şeyin yuxu olduğunu düşündü. Ta ki mətbəxə keçib əllərinə baxana qədər. Barmaqların ucunda hələ də qəribə darçın qoxusu və beynində yeni heç kimin bilmədiyi bir resept var idi.
Bu gün Emin işinə qayıtdı, amma bu dəfə fərqli bir aşpaz kimi. Artıq o sadəcə yemək bişirmirdi. O insanların ruhunu doyururdu.